Əsməsin külək. Bəli. Günəşli hava olsun, günə bax verilişi olsun. Yanmasın ürəklər. Siz də bizə baxasınız və verilişdən böyük bir zövq alasınız. Bugün 5-ci gündür, həftənin sonu. Möhtəşəm bir veriliş hazırlanıb. Bizə baxın, bizdən ayrılmayın. Nahid qardaşım artıq hazırdır. Hazır, biz həmişə hazır. Uca 10+. Hə, sən tərəfdən 10+ gəldisə 100 var. əladır. Məndə hər gün 10+. Sağ ol, var ol. Həftənin, dünən məni yarımçıq qoydun, amma onu da keçirəm. O dünəndə qaldı. O heç də onu biz davam edəcəyik. Görək də, görək də. Davamı var da onun. Yarıda qoymağa davam edəcəyik. Hissə-hissə, yavaş-yavaş da başlamışıq. Görək də, görək də. Deməyə nə var? Əməl çətin. Deməyə nə var ki? Həftənin 5-ci günü gəldisə, deməli, ən bizim belə dolu verilişlərimizdən, dolu günlərimizdən biridir. Çünki biz 5-ci günü elə xüsusən hazırlayırıq ki, siz 6 bazar rahat istirahət eləyəsiniz. Ağlınızda qalmasın ki, ayda 2 gün boşluqdur, elə olmasın deyə biz 5-ci günə tamam ayrıca hazırlaşırıq, xüsusən. Ona görə bu günlərim elə qonaqlarımız gəlib ki, elə mən belə deyim də, dəyər verdiyim insanlar gəlib ki, onlara ancaq biz qulaq asa bilərik. İlqar müəllim də onu çox istəyir, Sina da onları çox istəyir. Mən də hətta xüsusən onlara bir böyük sevgim var. Maraqlı yemək fikirləşmişəm. Bu yemək bilmirəm nə olacaq, nə əmələ gələcək, amma gözəldir. Dünənki kimi belə yeniliklər gətirirəm. Maraqlı bir şeylər eləməyə çalışıram ki, siz də eyni yeməkləri pişirməkdən yorulmayasınız da. Qoy baxasınız deyəsiniz ki, baba, bundan eləyək, qoy ağız dadı dəyişsin. Mən çünki xanımların ən çətin işi odur ki, nə bişirim, axşama nə eləyim, nə qoyum cəmaatın qabağına, evdəkilərin qabağına nə qoyum, gün ortaya nə bişirim. Mən də gəlmişəm də, mən elə bir mələyəm, gəlib düşmüşəm ki, sizə deyirəm bir xilaskar, xanımların xilaskarı. Bax, görsən, belə övladdan kim inciyər, belə uşaqdan kim inciyər, heç kim. Oynayırıq, deyirik, gülürük, pişiririk, düşürürük, söhbətimizi eləyirik. Heç kimlə işimiz yoxdur, qanqaraçılığımız yoxdur. 3-dür, 5-dir, 2-dir. Bax, belədir. Mənə maraqlıdır ki, cəmaatın fanatlar deməyək də, çox istəyənlər, sevənlərindir. Fanat deyəcəm, İlqar müəllim oradan gəlib deyəcək, bax, xəstəsən sən, ulduz xəstəsən. Ona görə deyirəm ki, sevən, çox istəyən, belə ürəyinə yatan cəmaat görmüşük, cavanlar istəyər. Məni 50-dən yuxarılar, xanımlar. Məni görəndə var, ay Allah, əzdə marketdə tuturlar məni. O qədər çox istəyirlər, sağ olun, Allah sizi var eləsin. Özdə məndən də soruşurlar, nə pişirirsən? Hələ bəziləri gəlir mənə aqressiv, sən yaxşı pişirərsən, yoxsa mən? Mən də deyirəm, mən yemək pişirəmirəm. Çünki nə deyim, orada adam basıb döyəcək. Mən nə deyə bilərəm? Ərk eləyəcək, basıb döyəcək mən. Ona görə, hələ biri var idi, gəldi bugün yaxınlaşdı mənə dedi, bu günləri mələmən pişir. İndi mən o mələmən nədir sən Zayçina? Vallahi qorxmağa soruşuram. Qorxmağa soruşmağa qorxuram. Qorxmağa soruşuram nə də? Çoxdan da yağ qarmırdı, qar yağmırdı. Nətər soruşursansa qorxa da bilirsən. Nə yoxsadı, çoxdan da qar yağmırdı, yağ qarmırdı. Hə, sən neynirsən? Mənə də maraqlıdır bu. İlqar müəllimə də bu sualı verməmişəm. Görün bu mələmən nə yeməkdirsə. Yox, mənə mələmən deyilib. Qardaş, mən mələmən axtarıram ki, mələmən nə yeməkdirsə. Onu tapaq, bilək nədirsə, məni bilirəm. Mənəmən bizim pomidor yumurtadır, onu bilirəm. Amma mələmən nədir, onu dəqiq bilmirəm. İlqar müəllim gəlsin, dünya görmüş adamdır. İllər, aylar, əsrlər, belə kalan dünya görmüş insan kimi bir gəlsin soruşa, bəlkə elə bir yemək var keçmişdə, unudulmuş yeməklərimizdir, onu bəlkə ortalığa çıxardıq, elədik, hazırladıq. Ona görə Çinə uzatmadan, uzatmışam şey, amma dəvət elə gəlsin. Başlayaq. Və əlbəttə ki, verilişimiz tam sürətlə davam edir. Bizim aparıcı ilə söhbət İlqar Mikayılovdan gedir. Azərbaycanın şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Bəli, 5-ci gün bəli, başlayırıq. Bəli, hər şey qaydasındadır. Bəli, qorxmağa soruşur. Hər şey mümkündür. Çinadda. Səbəb niyə? Yavaş-yavaş bizim düşərgəyə keçir. Sən həmişə bir hadisə baş verən kimi nə deyirsən? Həmişə deyirsən ki, yaşlısan, okey. Yaşlıdır, Çinada artıq yaşlaşır, sözlər yavaş-yavaş yadından çıxır, yerlərin dəyişir və salam, hər şey qaydasındadır. Yox, bu məndə adətdir. Çinanın yadındadır. Qar yağmırdı, yağ qarmırdı söhbəti məndə adətdir, mən xoşlayıram. Sən həmişə sözləri səhv dəyişirsən. Yox, o immunoy uyğun sözləri var.
Sən qorxmağa soruşuram sözündə uyğunluq axtarıram mən. Qorxmağa yox. Yəni- Mən sizə dediyim soruşmağa qorxuram. Mən də bilirəm ki, Mən də dedim ki, qorxmağa Soruşuram. soruşursan. Əsas odur ki, başa düşsün Bax də. Tina, görürsən, sən deyəndə bura gəl, sən mənə bax qınayırsan, deyirsən ki, yox, mən necə olacaq. Bax görürsən, səni artıq deyir yaşlandırırsan. Mən amma Bəli, burada səni bəli. cavan saxlayıram. Cavan. Olan şeydir. Nə problem var ki? Olan şeydir. İlqar mən nə idi o göstərir? Bu planşetdir. Hə, Və göstərirəm ki, nədir? hardan başa düşsün? Hardan başa düşsün? Dingillənək, Hə, dingillənək, hə, dingillənək, ay, dingillənək sağ ol. yaxşı olacaq. İlqar Hə. müəllim, mən sizə belə zəhmət olmasa gəlin bura. Maraqlıdır, hə. Qanınızın arasına özüm girəcəm şəxsən. Gəlin bura. Nədir bu? Toyuq. Görün, çox mükəmmələm mən. Mən hələ deyə bilməm. Yox, sən çox mükəmməl olmaq var. Hələ Hələ mükəmməlliyin Nətər dedi? özü Nətər qədər. dedi? Qorxmağa soruşduğu qədər Ay sağ ol. olduğunda Hələ var. mükəmməlləşməyə hələ çox var. Hə, İlqar Amma- müəllim. Sizin üçün bax Ya. maraqlı. Bu yeməkdən də yeməmisiz. Mən hər dəfə Niyə yeməm? Çina. Bax, Çina. Görsən yaş mən də sənə artıq Görürsən, Çina bax, deyirəm. bax, bax, Yəni hər bax. şey qaydasındadır. Hə. Gülmə qonşuma gələr başıma. Hə. Mən gülmədim ki. Yavaş-yavaş İlqar müəllim, siz bilmirsiniz Dedim amma mən axı, deyənə karnım gəlir. axadı, fırladı, Boynunuzu qayıdır. alırsınız ki, yavaş-yavaş Ay, yaşlar qoy, gedir. Bilirsən Çinanı deyə bilmərəm, amma boynuma almaq mənim üçün biraz çətindir. Mənim boyum hündürdür. Hə, Hə. Allah kömək. Dərd Ya- olasındadır ki, hə, o nöqteyə nəzərdən hələ çox var. Bəli, İlqar müəllim, soğanı xırda-xırda doğrayırıq. Hə. Atdıq yağı da qoyduq. Qəşəng yağın üstünə soğan, biraz da kərə yağ. Kərə yağdan başqa yağ. Qonağa sevgi budur. Biz elə belə Qonağa anlayırıq. sevgi kərə yağı ilə ölçülür. Bəli, kərə yağı hazırdır. Digər yağlar mədə xərclənir, mədədə biraz problemlər Kim sənə deyib Yox, onu? problemlər yarada bilər. İlqar müəllim, sizə bir dənə olar söz deyim. Bax, 1 manatlıq yağ nə olacaq? Mən- Heç maşın yağı 1 manat deyil. Başınıza dönərəm. Kərə yağı mən istifadə edirəm. Mən zövqüm budur. Birincisi zeytun yağı çox gözəl yağ. Bəli, zeytun yağın. Bəli, Elədir? bəli. Elədir. Yüksək keyfiyyətli günə baxan yağına qarşı nə deyə bilərsən? Yüksək keyfiyyətli Hop, tapsaz. axtar. Axtarım. Necə yoxdur, hə? Ha Bakı deyə Bakıda sən nə istəsən tapa bilərsən. Yüksək keyfiyyətli günə baxan ancaq özləri eləmək olar. Tapa bilərsən. Ona görə də belə baxa. Baxın, bunu da görürsüz, sula edirsiniz. Pomidorunu, hamısını qoyursunuz. Suyunu buraxan kimi toyuğun bu diblərini, bax, Hə. lay belə doğrayırsınız. Minlə Atırsınız düşmüş toyuq, burada, hə. Pişir. Ondan sonra bunları çıxardırıq. Qoyuruq qıraqda. Bunun suyu qalır, axı gözəlliyi qalır. Ora nə atırıq? Kartof. Yax, bir day. Dağıtacaqsan başqa. Göz dağıtacaqsan. ləfəsi. İlqar müəllim. Orada atırıq. Qovurduğumuz Vərməşil. 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 Siz də Ora bu- qoyma yandırarsan. Siz də bu vərməşildir, Qoy bura. verməşildir. Vəziyyətdən asılıdır. Hansı vəziyyətə Hə, uyğun? o vəziyyətdən Bəli, asılı olur, bax. ona görə tələsməyə Onun dəyməz. suyunun da içinə verməşilə atırıq, ondan sonra düzürük. Qaroxumuz var burada, hamısını elədik. Yaşıl noxud. Yaşıl noxud, bəli. Yaşıl noxuddan. İcat deyə bu, düşüncə deyə hamısı elə belədən gəlmir bu Qarın qədər. ağrımı yiyəcək. Yo, yo, yo. Dəqiq. 100%. Mənim bişirdiyim hamısına cavab deyəm. Qarın ağrısından başqa hər şey ola bilər, amma qarın ağrımayacaq. Yaxşı, okey, problem yoxdur. Hazırla və mən də yavaş-yavaş qonaqlarımızı dəvət edeyim, gəlsinlər. Söhbət, musiqi, hər şey var. Belə işlər, ilk qonağımızı dəvət eləmək istəyirəm studiyamıza. Nəhayət hazırsan sən? Həmişəki Ən kimi. sevdiyi işli, o bir məqam vardı, onu görməli. Belə ilə, Azərbaycanın xalq artisti Niyaməddin Musayev, buyurun. Sen bu şehirde gezen kadar. Gəlin onda bura zəhmət olun. Necəsiz? İmza lazımdır. Sizin bizə imzavız lazımdır. Allah korusun. Ba, burada bu gözəl bizim tablomuzda ürəyiniz harasından istəyir bir dənə qəşəng. Qocalığın Hardan yazın? Hardan ürəyiniz istəyir? bir xeyli pul eləyə bilər. Yazın. Ürəyiniz hardan istəyir? Sizə qurban. Ona görə ondan nəsə gözləməyə dəyər. Ay maşallah. Əla. Çox sağ olun, var olun. Dəyər Buyurun, yox deyə bu Niyaməddin müəllim. tablonu. Bilirəm, dəyəri artır yavaş-yavaş. Buyurun əyləşin və qonaqlarımız Tarzən Rövşən Qurbanov. Buyurun.
Xanəndə Rəvanə xanım Qurbanova. Və müğənni Orxan Bağırov. Əla komanda yığıldı. Bəli, İndi qəşəng bəli, söhbət də gedə bilər. maşallah. Nə istəyirsən? Mən heç nə, mən nə istəyə bilərəm? Mən ancaq baxıb Feyziyyəb ola bilərəm. İndi görəcəm də sən o hazırladığın yeməkdən çox şey asılır. Görək onda nə olacaq. Hər vaxtınız xeyirli olsun. Necəsiniz? Vəziyyətiniz necədir? Salamatçılıq da hər şey ümid edirəm. Necəsiz? Şükür, qaydasından məndə də yaxşıdır. Əl-əxsusda instrumentalçılar gələndə həmişə onlardan hansısa bir fantaziyalar gözləyirəm və zənnimdə də yanılmıram. Ümid edirəm ki, bugün nəsə var. Eləyərik inşallah. Olacaqdır mənim nəsə. Niyamətli mənim, sizdə vəziyyət necədir? Yaxşıdır. Şükürlər. Salamatçılıq da hər şey. Əvvələ təşəkkür edirəm o dəvətinizə görə, o diqqətinizə görə sağ olun. Həmişə Dəvət diqqətli. eləmişsiniz. Mən gözümü açandan sizə eşidirəm. O diqqətli olmaya bilərsiniz, o da var. Bir tərəfdən mənə deyir ki, yaşın çoxdur. Amma həqiqətən, gör neçənci illərdən mən eşidirəm. Artıq həmin illər də mənim yadımdan çıxıb. 80-ci illər dəqiqdir. 70-ci illərdə ifalarınız var idi. Var idi. Hə də deyirəm. 73-də elə kinoya çəkilib, bayaq danışırdıq. Elədir. Siz necəsiz Rəvanə xanım? Mən də yaxşıyam. Qaydasında. Sənətkarların ətrafında. Necə olaram? Əla, əla. Yaxşı. Və Orxan Bağırov Salam aleyküm. qaydasında. Salamlayıram, əladır, hər şey yaxşıdır. Sizlərlə bir gün, bugün burada olmaq şərəfdir, fəxrdir. Nəhmətli müəllim, var olasınız. İlqar bəy, siz də illərin təcrübəsi. Sağ olasınız. Lap yaxşı. Belə, indi bax, Nail, qonaqlarla danışdıq, salamlaşdıq, bildin. İndi təxmin eləməlisən də kimin o ağız dadı necədir? Və İlqar verilişin müəllim. sonuna yaxın. Niyamətli müəllim, Bəli. siz mənim yeməklərimdən yemisiniz də, düzdür? Hazırladığım. Gözəl, sən o şeir dedin, keçən dəfə. Hansı şeiri deyin, bir də deyin, 5 dəfə deyərəm. 5 sizə. çətir idi, az idi. Nötər Alaca yada şeir düşmüş. idi, çox gözəl. Başınızı dönürəm. Bax, məndə nə günahdır? 50 dənə şeir demişəm. Mən nə bilim indi hansı mən nə bilim. Ya bəs hardan bilsin, hə? Niyamətli mənim hardan bilsin? Yox, mən Mən indi onu bilməliyəm. reklamda Əgər dəqiqləşdirərəm. mən qulaq asmışamsa, onu yadımda saxlamalıydım nə şeiridir. Amma çox maraqlı şeir idi. Reklamda onu O biz yadında dəqiqləşdirərdik. saxlamalıydı ki, siz burada olan günü nə Yox, demişdi? burada olan günü. Yox, mən Cavan olmayan olaraq onun Bəlkə həmin borcudur. gündə Mən yeməyin olmayan Müəllim gündə qarşısına çıxıb, başınıza mən dönərəm. olmayan gündür. Hə, siz olmayan günü. Dünən idi ya istiraq ayı. Dünən yox, istiraq ayı. Zaha 2 gün bundan qabaq, hə. Yadva sal. Yadva sal Reklamda mütləq mən onu həmin şeirini dəqiqləşdirərəm, danışın. sizin üçün canlı-canlı da onu deyərəm. Lap yaxşı, əla. Yenə də bax həmin şeiri mən sizin üçün deyəcəm, o da gördüyünüz pro. O da olmasa hər halda onun bir balaca ehtiyatında şeirlər var. Olmayana qədər şeir deyərəm. Bütün bildiyim şeirləri deyərəm ki, bu axırı İndi hansıdır? gəldi. Şeir gecəsi Kitablarda olacaq. oxudum mən Rəis orada. olsun. O xanımın şeirlərinə də baxdım mən. Həri? Evet. Hə, yox, məndə bir sıra kitablar var ki, onları saxlayıram mən. Onlar sizə veriblər Hə. ki, yəni. Burada mən ümumiyyətlə belə kitabları saxlamağın tərəfdarıyam. Aynur Qafarlının var kitabı Baxdım, məndədir. Şairlər İttifaqının üzvüdür ondan Bəli. sonra. Əminə Filologiya Şirin, elmlər doktorudur. bəli. Çox gözəl, çox gözəl. Əminə Şirin və Mahir Cürət. Hər birinin belə özünə məxsus yanaşma Bəli, bəli. tərzləri var deyənə onları saxlamışam. Arada bir nəsə götürürəm orada. Əzbərləyə bilmirəm, amma götürürəm. Çox Lazım gözəl. olur. Belə, siftəsini eləyək. Bir balaca pauza o vaxta kimi Nahid də tapsın görək vəziyyət nə yerdədir, hansı şeylidir. Ondan sonra gedirik. İlqar müəllim, bu nəğmənin sözləri Dilli xanım Pənah qızının çox gözəl, bir neçə sözlərinə o nəğmə yazılıb. Çox gözəl sözlər. Razıyam. Musiqi ilə söz fəlsəfəsi tamamlanır. Elə mənə o maraqlıdır ki, illərdir musiqi. Buyurun əyləşin zəhmət olmasa. İllərdir musiqidə, illərdir dəyişir üslublar və s. və l. Amma sizə hər dəfə baxıram, aranjman hər dövrün özünə uyğundur. Çoxdan yazılıb. Amma düzdür, hə. Çoxdanın musiqisidir, amma aranjman... 88-ci ildə yazılıb. Mikrofon vardınız, narahat olmayın.
88-ci ildə yazılıb. Bəli, 25-ci ildə qulaq asırıq bəli. və birinci dəfə kimsə bu mahnını Birinci eşitsə, rüya asamından yazmışız. Sonra bunu sonralar bunu ayrı yazdık. İndi ifadə edim. mən- Amma birinci 88-ci ildə Üslub rüya eyni asamından qalır. yazılıb. İki variantda. O maraqlıdır, 88-dən bu dəqiqə 20, 30, 37 il. Mən anadan olduğum ildir. 37 sizin də həm yaşıd da Mahnı olmusunuz. məndən yaşıddır, Niyamətin müəllim. Niyaməddin müəllim zövqlü. Çox zövqlü Ha. insandır. Çox. Dəhşət zövqlü Yəni insandır. o vaxtı elə oxuduğu musiqilər indi də dəbdədir. Ha. İndi də Şey, oxuyursan. estrada var idi. Müasir dövrdə də yəni hər nəsil sevir bu. Hər ifadə nəslə yəni. uyğun. O Hər Xoşbəxtçilik 10 şey var, ildən kölgəm 15-ində bir Hə, nəsil dəyişir. kölgəm qədər yaxın sənə. Gör. biz onu təzə yazmışıq, təzə indi aranjman eləmişəm onu. Onu hər dövrdə sevilir. Kölgəm qədər. Ha, kölgəm qədər. hə. Kölgəm qədər 78-ci ildə yazılıb. Hə, onu da mən Rüya mahnısı inşallah ilə ifa eləyəcəm. 47-yə eləcək. Niyamətin Birinci müəllim onu sinifə istəyirəm. girdim mən onda elə. Görsən, indi də aktualdır. Ha. Biz sən, İlqar müəllim, mən deyim də, bizdə estrada var idi. Turba, saksafon, akordeon. Ha. Onlara da uyğun həyat, sən nə qəribəsən, talih, mənim mahnılar var idi. Amma onlarda bəzi mahnılar milli ruhda səslənmirdi. Mən ki, o, yəni ki, Ulu Öndər məni şöhrət orduna tərtib eləndə, orada deyir ki, mən Niyamətin 60 illiğini təbrik eləmişəm və ona məktub göndərmişəm. Məktubda yazır ki, milli estradanın təməlini qoyan bir novator kimi, yenilikçi kimi, klassik musiqinin ifaçısı kimi, Azərbaycan mədəniyyətinin təbliğatına görə şöhrət ordeni tərtib olunur. Estrada var idi, amma milli ruhda o qədər yox idi. Mən milli alətlərlə onu sintiz elədim. Yəni çalışdırdım bir-birinə, səslənməni aldım. Nəğmələr də ona uyğun yazıldı. İndi də aktual. O vaxtlar ki, nəğməsi eləsən indiki zaman üçün. Kölgəm qədər biraz öncə çox gözəl ifa İnşallah elədi. qismət olsun. Dünyanın istəyirəm onu hər ifa yerində eləmək. oxunur. Çox gözəl. Siz də ifa eləmək istəyirsiniz. Bəli. Niyamətin mən həmin o kölgəm qədəri İnşallah. rəvan, qurbandır və salam. Yəni halallığı verildi. Problem yoxdur. İndi onu İnşallah yeni mütləq, sezonda inşallah. mütləq gözləyəcəksiniz. İnşallah. Əgər o İnşallah mənim müəllim, nəğməmə, Çox gözəl əsərdir. əgər xoşu gəlirsə ifa elə, əlbəttə ki, mən də çox sevinərəm ki, mənim nəğməmi sevir, oxuyur. Sırf Ham bundan bütün artıq gənclər olmaz. hamısı oxuyurlar. Lap yaxşı. Sənin yadıma düşdü, düşmədi şeir. Düşdü. İlqar müəllim. Mən bir dənə dedim. gəlin buna Yaxşı, baxın birinci mən yeməyə baxım. Okey, problem yoxdur. -1 hazırdır. Yox, hazır Yox, da. bir- İlqar müəllim, mən Niyamətin müəllimlə şeir dəqiqləşdirirəm. Burada iş görürəm, burada görs əziyyət çəkirəm. Siz də elə gəldiniz -1. Nə oldu? Hə, Gözəlliyinə baxın bunu. razıyam. Bir əllə qaldıra biləcəksiniz siz bunu. Mən sizə inanıram. Ya. Yan buraya gəl. Hə. Halaldır. Onu mən şeir deyənə qədər saxlayım. Hə, indi buyur. Bax indi buyur. Ağırdır ya, ağırdır. Halaldır sizə. Cavansan hələ, cavan. Solaxay tutdu sağına. Yox, mən bu əlim bilirsən də, vəziyyət Sonla ağırdır. tutdu. Hə, hə. Daha süçam eləmişsiniz. Yox, məndə bu əldə bilirsən axı problem var. Mən neyniyim? Sınsa əlim burada, bax sən nə idi ya. Yaxşı, eləmin sınar Hə. zaten. Sonra qalar əlim təsir Sonra mühərricə kimi qalır. İlqar müəllim, Hər mən iki yaddan çıxart, vəssalam. biz Deməli, reklamda Hə. Niyamətin müəllimlə dəqiqləşdirdik. hə. Hansı şeir. Amma mən istəyirəm ki, buna elə quru şeir deməklə tam olmur. Deməli, Burada tutdum. Rövşən müəllim tarı Tarı götürür. götürün zəhmət olmasa. Tarda qəşəng o şeirə uyğun bir gözəl melodiya məsləhət nə bilirsinizsə. Gülməklə deyil. Mən şeiri deyib qutarandan sonra Aha. Rəvanə xanım da üzərinə canlı ifa eləyir. Belə biraz maraqlı bir şey Hə, Rəvanə eləməyə xanım. çalışaq. Maraqlı olar məncə. Çox gözəl olar. Onları nəsə biraz zəif dedik. Gördüm, mənim yadımdan necə qalıb. Pa- Dəli olub oynamağa nə var ki?
Yaltaq olub yaşamağa nə var ki? Alçaq olub ucalmağa nə var ki? Hünərim var, insan kimi qal görüm. Elə budur şeirimiz. Bax gördünüz, tutanmadı. Bir damcı. Şeir buydu, hə. Hə, azdı, amma görün nə var orada. Amma məna var da. Amma məna var. Mənası uzun deyə bunu. Çox mənalı şey. Səninlə bir vaxtda rast gəldin mənə, rast gəldin mənə. Sənin gəncliyini güzel çağıydı, güzel çağıydı. Ne diyebildim ki gerek sen bana. Ne diyebildim ki gerek değil sen. Ne diyebildim ki gerek sen bana. Ne diyebildim ki gerek değil sen. Gerek sen mənə, gerek değil sen. Gerek sen Rövşən Qurbanov, Rəvanə Qurbanova Nahid. Niyə? Çəkəkdə mütəxəssislərin, sənətkarların yanında Nahid bir Olsun, bağlı. laf istəyirsiniz, nu da deyə bilərsiniz. Nə? Vəssalam. Bəsimdir, mənə bu bəstələr. Hələ gidiyorsundan. Rəvanə xanım, belə gözəl ifadan sonra orada oturmaq düz deyil. Mənə gəlir ki, ifa ilə davam eləmək lazımdır. Musiqiyə diqqətlə qulaq asanda səsi eşitdim. Yəni sözün yaxşı mənası var. Olur da, sən niyə kənarda qalmışsın? Mənim yaxşı yapmamışdım. Böyləlik dinləmək daha yaxşı. Ya, Musiqi ilə təzədir sözümüzü də, deyərik. Qarmən, belə Görmədim, təzədir. bu xanım oxuduğu mahnının musiqisi Cabbar Musayev'indi. Könül xanım oxuyur da bu. Bəli, Könül Sözləri xanıma dərin mənimkidir. təşəkkürümü bildirirəm Rövşən o icazəsi üçün də. Cabbar'dan yadılır bu musiqini. İşləyiblər üstündə. Xahiş edib ki, və onu verdi. Hə. Ben de salam Məndən gönderdim. sonra da deniz işləyirlər. Çünki bir sıra texniki terminlər var ki, onları Azərbaycanca tərcümə eləmək müşkül məsələdir. Bəli, biz də başlayırıq müraciət Hə. edirik. Sonra deyirlər ki, niyə belə deyirsiniz də? Niyə bəs bunu necə eləyək? Mən hələ də svidzenye sözünün rus dilində bilirəm nə. Amma bunu nə deyim mən, svidzenye? Əllə də Alışmışıq göstərmək olur. buna, bu sözə alışmışıq yəni. Problem nədir? Mən həmişə onu, sən yenə də qalmışsın kənarda. Keçdi nə qarmağa ya. Bizim dilimiz ədəbi nöqteyi nəzərdən, fəlsəfə nöqteyi nəzərdən super. Bəli. Qəzəl qəşəng yazaq, şeirlər yaradaq, Düzdür. danışaq. Amma texniki nöqteyi nəzərdən ki, inkişaf eləməmişdi o dövrlərdə. Bəli. İndi başlamışıq yavaş-yavaş, xırda-xırda. Bəli, IT texnologiyalarında. Ona görə dilimizdə o sözlər yoxdur. Qabiliyyət var, bacarıq var, istedad var, söz yoxdur. Qalırım ha belə. Ona görə svidzenye, mikşirvani, Mix. mix, hə. Hə, bax, Sonra elə gəldi. Əslində o düzdür. O nə bilim yazırlar. Mix master, nə bilim. Bəli, aranjman özü də. Aranjman yoxdur heç bizə. Aranjirovka sözündən aranjman sözü. Neydi? Bu yaxşının nə fikirləşək tamam. Hələ indi qaba Dəyişmək, orkestrovka yeniləmək deyək deyirlər. onda, yeniləmək. Orkestrovka deyirlər Ha, o vaxt, orkestrovka. Sovet Və yaxud dövründə. ya, Hə. orkestr. Hə, o vaxtı tamam başqa bir aləm idi ona görə də. Rövşən mənim yox. Yox, belə baxıram deməli, tam sakit, biraz sakit, Little. Biraz a lot of'dur. nasakit, Big. hayküy. Yaxşı mənada. Yəni qoşul da hərdə bir məqamlar var ki, Alınma sözlər deyə də belə. Ay sağ ol. Alınma sözlər deyə. Bax bu başqa bir şey. Alınma sözü. İndi həmin alınma sözlərindən nə edəyik?
İşlədə, işlətməyək. İşlədi. İşte baş üstə. Necə bəslərdir, işlədici. Həqiqətən mən olur da tənzimləmə getdi. Yox, mən Tənzimləmə. axıra kimi getdim də. Yeniləmə sizdirdiniz də eləsə belə. Yeniləmə, hə. Aranjirovka, yeniləmə, tənzimləmə deməkdir. Əslində svideniya, məsələn, biz musiqiçilər, məsələn, studiyaya gedəndə deyirik ki, svideniya nədir, gedək səslənməni düzəldək, musiqili alətlərə biraz effekt verək, nə bilim, müğənninin səsinə güc verək, qüvvət verək. Amma indi, məsələn, yazıb paylaşırlar mix master bildim. Və indi xaricdə elə deyirlər, yazırlar. Amma indi mən studiyada elə oxuyanlar görürəm ki, nə gündə gəlib oxuyurlar, verirlər onu səs rejissoruna, deyirlər ki, bunu elə ki, mən gəlim görüm ki, yaxşı oxumuşam. Sən yaxşı oxumamısan, bunu nətər verirsən orada? Səs çıxardmısan orada. O yazıq səs rejissoru başlayır səsləri dənə-dənə təmizləməyə, təmizləyir və sonra axırda, məsələn, mən özüm studiyada işlədiyim üçün bilirəm ha. Axırda görürsən ki, bu həmin müğənninin səsi deyil. Səs o deyil. Məsələn, özü canlı oxuyanda görürsən, Niyaməddin mənim səsinin tembri var da. Bəli. Hər bir müğənni. Məsələn, qoyursan, Arif Babayevin musiqisi gedir. Qulaqsan ki, bilirsən ki, bu Arif Babayevdir, bu Axan Abdullayevdir. Amma indikilərin özünün səsi ilə studiya səsi düzdür. Dəyişirlər səsi. Məsələn, mən bir dəfə bir oxuyan gördüm, studiyada oxudu, yazdı, getdi, çox bərbad idi. Sonra gəldim ona qulaq astım, gördüm ki, bunu elə təmizləyib. Necə oxuyub? Elə bir ki, Şüşə kimi. şüşədir də Bu səs. necə Amma oxuyur? Avtosiyonsun canı sağ olsun. İlqar biz studiyaya girəndə bir dəfəyə oxuyub çıxırıq. Məsələn, mən indi Heç olmur ki, orada nəsə də azmaz nəsə bir şey Məsələn, mən indi ifa eləyəcəyim bir dənə, Bəli. iki dənə musiqi atmışam. O ikisi də muğam mərkəzində səhnədə canlı çaldığımdır. Onun səsini Canlı yazıb ifa. götürmüşəm. Həqiqəsi də var ki, hayküydür də. Hə. Zəhmət Səhnədən olmasa. götürülüb də. Yəni belə oturumduyum üstündə studiyada yazılıb deyil. O yəni. Koroğlu musiqisini məsələn canlı çalmışam. İndi sizə vermişəm, onu verərlər. Buyurun O ca- zəhmət olmasa. Onu məsələn canlı səhnədə olub. Mövzu var, yavaş-yavaş peyda olur. Sakit yanma. Bax, o ifaların ardıca getməsi xüsusi ləzzəti var. Deməli belə, yemək gəlir. Mən düz keçirəm, sosial mövzum var, onu işləməliyəm. Amma söhbət təbii ki, təhsildən düşən kimi özü əl xüsusunda elə bir vaxt ki, gənclər hamısı ali təhsil və s. və ilaxır bu barədə düşünür. Belə olan halda, əgər övladınız imtahandan kəsilibsə, narahat olmağa dəyməz. Varan Kollec hər zaman yanınızdadır. Və yalnız atestatla bakalavr, tək diplomla isə magistratura və doktorantura pillələrinə imtahansız və 100% zəmanətli övladınızı Türkiyə, Rusiya, Polşa, Ukrayna, Özbəkistan, Qazaxıstan və digər ölkələrin nüfuzlu universitetlərinə yerləşdirmək imkanı var. Söhbət Varan Kollecdən gedir. Təhsil formaları da müxtəlifdir. EANİ, QİABİ, hibrid, distans, onlayn və Varan Kollec arzulara aparan bir yoldur. 010 718 9090 077 188 50 50. Ünvan isə Bakı şəhəri Mehdi Mehdizadə küçəsi 27-29. Yeməyimiz gəlib. Mən keçirəm sosial mövzuya. Sosial mövzu nə qədər ki gedir, bunun dadına baxırsınız. Sonda Nahidin əl işini başlayırıq qiymətləndirməyə. Ona görə də dadına baxın. Burada da sakit yapma ki, dadına baxa bilərsən. Və sosial mövzuya gələndə isə Sabunçu rayonu Elşən Mehdiyev küçəsində 14 gündür ki, sakinlər suya həsrət qalıb. Düz məlumat var idi ki, məhz ayın 20-sinə qədər Bakının müəyyən rayonlarında su olmayacaq və bunu başa düşmək mümkün idi. Qəza var idi. Magistral xəttdə bu nöqteyi nəzərdən 20-sinə qədər su olmayacaqdı. Bu aradasa 4 gün eləyirdi. Amma Sabunçu rayonunun Elşən Mehdiyev küçəsində isə artıq 2 həftədir ki, su yoxdur. Səbəb? Bax, buna baxa bilərik. Su həyat da deyiblər, amma su olsa həyat ola bilər. Sabunçu rayonu Elşən Mehdiyev küçəsindəyik. Artıq 2 həftədir ki, insanlar su üzünə həsrət qalıblar. Yəni ikinci dəfədir ki, maşınla gətirib boşaldırıq suyu, yəni su gəlmir. Qətiyyən su, yəni xəttə su yoxdur. Səbəbini biz soruşuruq, bizə məlumat vermirlər. 14 günə yaxındır ki, suyumuz gəlmir. Mən də toz torpağın içində işləyən adamam, fəhləyəm. Mən məcburam gəlim evdə toz torpaq içində mən yorğan döşəyin içinə gedim. Xahiş edirəm,
bizim suyumuzu verilsin. Valla elə paşton 4 gündən çoxdur. Yaydır, işdən gəlirik çimmək, evdə körpə uşaq var, xəstəsi olan var. Yəni bunu nəzərə alan yoxdur. Yayın da bu qızmar gündə. Ancaq pula gələndə deyirlər ki, qapını döyürlər, çeki qoyurlar, deyir ki, falan vaxt ödəniş olunmalıdır. Siz tələb edən kimi biz də tələb edirik ki, sumuz gəlməlidir. ...14 gün idi su gəlmirdi. Artıq suyumuz gəlir. Bakı şəhər Sabunçu rayonu Elşən Mehdiyev küçəsində ARB televiziyamızı çağıraraq onların vasitəsilə çəkiliş elədik. ARB TV-nin çəkiliş komandasına çox-çox təşəkkür edirəm, minnətdaram. Suyumuz gəlir artıq. Çox təşəkkür edirəm ki, gəldilər bu mövzunu işıqlandırdılar. Əla. Hər dəfə hansısa bir problem öz həllini tapanda bir adam özünü də yaxşı hiss eləməyə başlayır ki, yəni bir xeyir işin qulpundan yapışa bildi və ona görə də su ilə bağlı məsələlərə görə strukturlara da xüsusi minnətdarlığımız var ki, reaksiya verdilər, su gəlir və salam. Bugün ayın 20-si artıq deməli bizə də söz vermişdi ki, ümumiyyətlə Bakıda 20-sinə qədər müəyyən ərazilərdə su olmayacaq. Artıq 20-si deməli tam rahatlıqla sabahdan etibarən Bakının bütün ərazilərində su olmalıdır. Gözləyirik. Və əlimin altında həmişə bu telegram var və telegrama bir məlumat da gəlib. Söhbət, əvvəlcə nömrəyə baxdım, fikirləşdim, yəqin hansısa bir fake nömrədir, sonra gördüm, yox. Yaxşı proqramınız üçün çox sağ olun, Güney Azərbaycan Ərdəbil şəhəri. Allah can sağlığı versin, çox sağ olun. Ərdəbillər, Allah həmişə köməyinizdə olsun. Uğurlarsa çox sağ olun ki, baxırsınız, yazırsınız, minnətdaram ona görə. Başqa hər şey qaydasındadır. Belə, deməli, Nahid, indi buraca. Yiyən yerdə çəkdilər. Yox, bir dəqiqə. Çörəyimiz nə ki? Yemək əla idi. Dostumuzun maşallah əlinin duzu əladır. Mən bir xüsusi təşəkkür eləmək istəyirəm. Bayaq səsləndirdiyim mahnı musiqisi xanım İsmail qızı aid idi. Sözləri Əli Səmid Kürə aid idi. Ömür fəsillənir. Mahnının adı belə idi. İlk dəfə olaraq sizin verilişdə eksklüziv olaraq səsləndi bir televiziyada. Laf yaxşı. Onda belə eləyək. Deməli, bir bacı bir Gəncələr yaşsız midiləndi bir balaca. Dadına baxdı xudmani. Gəl belə eləyək. İfanı elə. Çörək yiyilsin. İfadan sonra indi yeməyin dadı yadında qalacaq. Elə fikirləri dörgənməliyik. Buyur, gəlmə şər ayarına. Yaxşı səs tembri var. Maşallah. Bayaq Rövşən müəllimə də deyirəm ki, Orxan bəyin səsi rəhmətlik Emin Rəhmanovun səsinə bənzəyir. Kimə? Allah rəhmət eləsin. Emin Rəhmanov. Bu mahnının musiqisi Aygün Səmədzadəyə aid idi. Sözləri də Sevinç Çılğına aid idi. Çox gözəl, səsiniz yəni çox zövqlər bənzəyir. müxtəlifdir. Ola bilər, oxşadırsınızsa. Aygün Səmədzadəni də salamlayırıq burada. Bəli. Sabahları biz Aygün Səmədzadəyi Gəncə Filarmoniyasına direktor qoyulubdur. Yəni bu olub. Sabahları biz Samux rayonunda Ərik festivalında olacaq. Orada Ərik festivalı olacaq. Buradan Samux rayonun icra hakimiyyətinə, Samuxluları salamlayırıq inşallah. Aygün xanım da Gəncədən ora gələcək. Biz orada bir yerdə inşallah konsertdə olacaq. Həm də mənim müəlliməm olubdur. Samux, Ərik festivalı, musiqi, canlı ifalar. Bakıda biz də gəzirik. Gəlin də siz də. Siz də gəlin. Amma gəlin, dəvətlisiniz. Gəlin. Gözəl bir gün olur, hər il olur bu festival. Bəli, bizim Azərbaycanımızın valla o qədər gözəl, zəngin neymətləri var ki, hər regionun özünə məxsus meyvələri, məsələn Göyçayınları, Ağdaşın alçasıdır, səhv etmirəm, yoxsa? Alça o da Alça da var, var, niyə? Var, orada da var. Mən elə bilirəm, mən şəkilliyəm deyə, biz həmişə Ağdaşdan alırdıq alçanı. Bizdə qoz fındıq. Qubanın alması. Qubanın alması. Sonra Naxçıvanda, Samuxun da əriyi. Ordubatda da var. Nahidin də ki, vermişilik. Nahidin də verməşilik. Nə olar? Yəni bax, burada ən çox Niyamətdin müəllimdən mən yemişim. Ay Zəbana xanım yeyib, Orxan da. Başlayırıq indi qiymətlə. Müşrinin qarpızı. Aha, getdik. Xızılı Mikail Müşfiqi. Səlyanın balığı. Dərhal, hərə dil deyə dərhal. Səlyanın üzümü.
Hə. balığı. Hər öz tərəfdə çəkilir dərhal. Hiss olunur ki, bunlar hər hardadır, artıq tutmaq oldu dərhal. Orxan buyur. Əslə qalsa baş aldatdı da yeməklə də etiraf eləyək də. Musiqildə niyə başlamadınız? Çünki onun qiyməti son sözü deməlidir. O var, bəli. Bu yaxşı idi. Mövsümü yemək idi məncə. Tərəfkeşlik eləmədi, hə? Tərəf keçdi. Niyə tərəf keçdi? Yerribazlıq eləməkdə heç olmasa. Yaxşı idi, yaxşı idi. Əla. Əla, yerribazlıq desən super. Dərhal, gələ deməyəydim onu vəssalam. Əsas əlin duzu olmalıdır, o da ki, 9. Neçə bal? Maksimum 10-dur. Neçə bal verirsən? 10 üzəri 8 vermək olar. Sağ ol. Vəssalam. Gör yerli olmasaq nə olar? Super. Yerli olmasaq bir Bunlar yavru. belədirlər. Əla, çox sağ ol, minnətdaram, hər şey qaydasındadır. Kino başda hesablamağa, söhbət 8-dən gedirsə hesablamağa lazımdır. Vəssalam. Yox, 8. 8. 13 götürüb yazmışdı. Röşə, mən buyurun, zəhmət olması qiymətli. Mənim xoşuma gəldi. Biraz yağı elə bil ki, Çox idi. bilmirəm yağı. Yox, nə yağıdır bilmirəm, biraz. Kərədən başqa Hər qəti. kərə yağını tutmayıblarsa, sən nə qatmısan ora? Gəlin hamımızı götürək. Kərəni mən hazırlamamışam, bu bir. İkincisi orada kərə Biraz yağı. yağ, biraz yağlıydı amma yaxşıdır. 8. Yox, 9. 9-a 9. Yaşa mən hamısını yeyib əslində 10-na 10 verməliyim. Yox, bu yeməlidir də. Vaxt ver. Naharın vaxtıdır, yeməlidir. Acıyıb da nə olsa daşdan yumuşaq Hə, gələcək. gedir də o. Bilirsən, bizdə rejim yoxdur. Bu insanların hamısının rejimi var. Aha, çörək yeməlidirlər. Biz yadımıza düşən. Mən elə gəlir ki, bir dənə bizim rejimimiz yoxdur. 8 bal, deməli belə. Əla hər şey. 9. Keçənmədim. 9 yaxşı. 9. Buyurun Rəvanə xanım. Bir dənə sual vermək istəyirəm ki, toyuğu necə bişirdiniz? Hə, Toyuğu necə mənlikdir. Toyuğu mən deyim də. Soğan, Toyuq minliyə düşmüş, Yağ. tikə-tikəydi. pomidor. Düzdür? Qovurmusunuz. Və bircə saniyə yəni. Biz orada filə eləmədik. Aha. Filenin ətini çox adam bəyənmir. Aha, Düzdür? Quru aha. olur deyə. Biz bu dibi aldıq. Aha. Bu dibini lay-lay doğradıq. Ondan sonra sümüyünü çıxartdıq, dərisini çıxartdıq, qoyduq kənara. O qalan ət var, soğan, pomidor qovranmışın içində qoyduq, qovruldu. Biraz pişdi, canına çəkdi. Ondan sonra çıxardırıq, qırağa qoyuruq. Ondan sonra verməşili tökürük həmin o göy noxudla, qarışdırırıq, tökürük həmin o qalıbaxı, pomidoru, soğanın suyu. Onun içinə əlavə edirik, üstünə də ətləri düzürük, qapağını bağlayırıq. Vam xodda özü üçün dəmlənir. Hamısı saat 10-dan sonra olub. Sən buna ondan sonra necə edin? Bu necə çatdırdın? Öylədir. Burada nə çətin bir şey nə var ki? Bu danışanda belə çətin Əslində gəlir. Ondan sonra. İlqar bəy, əslində ən rahat yeməkdir bu. Bədə, Mənə qiyməti düşür aşağıda. Yox, indi kişi üçün ən yaxşı, kişilər o bacarırsa böyük işdir. Qadınlar, valla indi qadınlar bişirə bilmir yeməyi. Gəlin etiraf eləyək ki, İnanırsınız? ən yaxşı aşpazlar kişilər. Bəli. Yəni burada qeyri-adi Valla, kişilərin əlinin dadı o qədər gözəl olur ki, yəni. Bizim əlimizin duzu var, onu sadəcə olaraq qəbul eləmirlər deyə Yox, görürsən. yox, Sən vallahi deyirsən, sən elədir. də cavansan. Gəl 11-dən sonra sak gedək. Yəni ondan sonra düz deyir də. 8. 10 verək də. 11. Gəncdir, O qoy boyda 10 bir deyirəm, mən həvəslənsin. onları elə Bundan da belə deyirəm, yaxşı manipulyasiya pişirsin. 10 deməklə. Biz, bax, musiqidə də elədir, tele aparıcılıqda da elədir, mətbəxtdə də elə. Bu gənclərə hər dəfə əziyyət çəkib 10 verək, sonra şişirlər. Nəticəsi çox pis olur. Sonra başlayırlar özlərin belə... Vaxtım yox. Gəl mənim sezon başlayandan bir imkan verin, sonra biraz şişim də. Niyə qoymadınız axı şişim? Yox, bir dənə söz var, rəhmətli Əlbaba Məmmədov, Allah rəhmət eləsin. Mən 2007 muğam müsabiqəsində olanda mənə həmişə 10 verirdi. Arxadan, səhnədən, zaldan ya mesaj, ya məktub gəlirdi ki, sən o qıza niyə hər dəfə 10 verirsən? Günlərin bir günü Əlbaba Məmmədov qəşəng bir çıxış elədi. Allah rəhmət eləsin, ruhu şad olsun. Ağaxan Abdullayev də həmçinin ustadlarımız. Qayıtdı dedi ki, əziz tamaşaçılar, əziz sənətkarlar, hətta bu sənətdə olanlar, mən Rəvanə xanıma, mən o vaxt Ərəbova idi familiyam, Rəvanə Ərəbovaya indi onu ona görə verirəm ki, onun gələcəyinə verirəm mən, o gələcəyi görüb onu verirəm. Mən bu dünyada olmayanda siz ona 10 yox, 100 verəcəksiniz. Bax, mən də ona görə 10 verirəm. Gələcəyini görür. Bəli, Allah hamımız bu dünyada gələcəyini olacaq. görürəm. Amma hamımız bu dünyada olacaq. Yaz, deməli, Bəli. 8, 9, 10. Yavaş-yavaş qalxır. Qiyamətli məmnun 11 verəm. 11 sənə. Hə, yavaş-yavaş.
Niyaməddin mən buyurun 11 lazım deyil, 10 da lazım deyil. Niyaməddin siz 6 ürəyiniz olsa nə bəsdir. istəyir deyə bilərsiniz. Sizdən heç kim Əvvəla sağ kəsməz. olun ki, səhər yeməyi verdiniz bizə. Hə, həqiqətən Çox- dedin çox Yəməd mən. təşəkkür Bir yemək edirəm. yeməmişdim. Bu bir, ikinci də ki, gözəl qeyd elədilər. Bu insanın Allah Teala buna talant verib. Hər tərəfli, tək yeməklə bitmir məsələ. Onu gözəl şeir deməsi, pozitiv olması, bu verilişdə diqqəti cəlb eləməsi tamaşaçıların, səylə onun belə danışığı, ünsiyyəti çox maraqlıdır. Bu bir. İkinci, onun yeməyi də hər dəfə, ikinci dəfə bilmirəm, üçüncü dəfə mən olmamıram. Yeməyi də gözəl pişirir. Bəli. Onun necədir, səhnə mədəniyyəti də, davranışı da hamısı gözəldir. Talantlı bir insandır. Mən ona 15 olsa 15 verərdim. Siz istəyirsiniz 15 ola bilər. Sizə 15 nədir? Sizə 20 də qurtar. Vəssalam. 15 bu. Evet. Yaz Ya oraya. ilk 20 yaz olar. Tardı getdi. Səhnədə Niyaməddin Musayev bir də mənə qulaq xahiş belə eləməyin məni bax. Bax mən bir dəqiqə həyəcandan bilmirəm nə edim. Bax bir gəncsən. Niyaməddin Musayev. Bax sənətkarın bu sözləri bir gəncə demək. Mən nətər şişmiyim. İlqarda Yaxşı mənada necə qısqanclıq olmaz İlqar müəllimdə. Yo, mən onu Ona da qısqanmıram, çox xoş olur ki, insanlar o qiyməti sənə verəndə onda çox xoş olur. Və sevinir ki, Söhbət bəli, doğrudan da. Niyaməddin Musayevdən gedir, mən sənə tam razıyam. 10 bal, 10 bal. Bəli, həm tərəf müqamilə, həm də aşpaz çox gözəl. Hə. Və sanatçı nə hesabla? Həftənin sonuna maraqlı. Cəmimiz Həftənin sonu nə gözəl oldu. 47. Bütün həftəni vurdu çıxdı evə. Yəni yavaş-yavaş düzəlir, xırda-xırda. Düz yazdım. Bütün həftələrcə nə qədər 47. minuslar var. 47. Əla. Yox, 20 gəldi də üstədə. Yəni Niyaməddin mənim 20 dedi. 20 demişəm. Bəli. O, Vəssalam. Mən Gördünüz? söz deyə bilmərəm burada qətiyyən. Tardı getdi. Onu gördü heç bir problem. Ona görə kəsmək istirdim amma mən hiss eləyirdim ki, nəsə baş Burada nə verəcək. olmaz. Kəsmək olardı, belə Da kəsdə yerim kəsdi də. Elədiyin yerdə elə. düz eləyir. Sağ olsun. Kəs. Nə qədər imkan var kəskidən problem yoxdur. Rəvanə xanım. Bəli. Buyurun zəhmət olmasa. Röşən mən birinci ifanı elədiniz, diqqətlə qulaq astım. Orada mövzudan mövzuya keçidlər əslən olsa çox xoşuma gəldi. Düzdür, mənim üçün tar çox mürəkkəb alətdir. Amma hər dəfə də bizim tarzənlərə qulaq asanda görürsən ki, fantaziya gedir də. Sərhəddi yox sanki. Hər dəfə hər bir tarzəmizdə nəsə yeni nəsə eşitmək mümkündür. O aşıq musiqisidir, misri. Amma onun içində özümə məxsus improvizasiyalar var. Əvvəldə orada sonra dünya şöhrətli pianist Cazmin Çikareyadan mövzu var. Yəni qarışıq bir şeydir. Özüm də əlavələr eləmişəm. Orada aşıq üslubuna görə məsələn Bayatçıdan keçmişəm Seycaha, Seycahdan Mahura düşmüşəm. Sonra Bayatçı orada qarışıqdır. Bayaq Niyaməddin mənim də onu deyirdi. Deyir improvizasiyalar var orada. Bax, bu fantaziya mənim əslən instrumental musiqidə ən çox xoşuma gələn məhz fantaziyadır. Çünki onun müqabilində elə Vaqif Mustafazadənin bu tərəfə fantaziyalar ağıllı başlı yol açdı və göstərdi ki, klassika super, amma klassikanın içində elə işlər görmək mümkündür ki. Bilirsiniz, musiqini ki dərindən kim ki öyrənir, kim ki dərindən bilir, onun nəzəriyyəsini, qarmoniyasını, salfeciyasını, yəni bunları biləndən sonra artıq ifaçı üçün rahat olur. O insanın ki canında o hisslər, o musiqi, o qarmoniya yoxdursa, o mümkündür. Alınmır. Yox. Yəni bu yaxınlarda biz attestasiyadaydıq, müəllimlərin attestasiyasında. Məsələn, orada siz bayaq deyirsiniz ki, tələbələrin imtahanı var, kəsilirlər. Orada hətta müəllimlər kəsiliblər nə qədər. Bu yaxınlarda. Məsələn, olub ki, mən orada komissiya sədri idim. Suallar verirdi ki, məsələn, müəllim var idi ki, deyirdim ki, Azərbaycan musiqisinin banisi kimdir, onu bilmirdi. O müəllim işləyir, musiqi müəllimi işləyir. Himnimizin bəstəkarı kimdir, onu bilmir. Yaxşı da. Musiqi müəllimi işləyir. Yəni, bax, ona görə bu şeyləri biraz dərindən öyrənmək lazımdır, musiqiləri bilmək. Biraz yox, əməlli başlı. Ona görə də say seçmə musiqiçilər var ki, hamı bilir ki, o savadlıdır, lazımlı bir kadrdır. Lazımlı kadrsın. Buyurun zəhmət olmasa.
Və dərhal da bizim hədiyyələrimiz də var sizin üçün. Və bir məsələnin üstü açıldı, ona görə xallar bunun 50% kəsilir. Bunu birinci gün mən danışacağım, indi vaxt getdiyindən deyə bilmirəm. Cinayətin üstü açıldı. Deməli belə. Sağ olun. Pişirir, ucalır. Amma sənin kimi elə poverlər, aşpazlar var ki, duzsuz deyil. gözəl yemək pişirir, ucalır. 50% deyil, üstünə elə gəl. dedim, 47 deyil, elə 77. Belə, yeni brendimiz olan İdə Parfümeri şirkəti 17-ci ildən fəaliyyət göstərir. 150-dən çox brend və 1000-dən çox ətir çeşidini də sizə təqdim edir. Dünyaca məşhur ətirlərin xam maddələri birbaşa Fransadan gətirilərək bütün standartlara uyğun hazırlanır. 18 mağaza və onların şöbəsi də var. İdə Parfümün özəl kolleksiyalarına əlavə həm də ev ofis ətirləri, otaq spreyləri, ətirli şamlar və maşın ətirləri də mövcuddur. Mən minnətdaram gəldiyinizə görə. Allah can sağlığı versin hər birimizə. Sağ olasınız. Gələn dəfə bir deyək ki, söhbət edə biləcəyik. Mütləq. Olsun. O sonuncu mahnı da bu məzəli mahnımız, 6-8 ritmdə olan mahnımız da yenə də musiqisi xanım İsmail qızı, sözləri Elşən Əzmiyə aid idi. Allah can sağlığı versin. Mən sizinlə sağollaşam. Salamat qalın. Əsası odur və sonda... Qulaq asarsan bu nəğməyə sonunca təzədir.